valideynlər, bugün sizləri kanalımda xoş gördüm. Bugün sizlərə məktəbə hazırlaşırıq kitabını izah edəcəyəm. Gəlin başlayaq qaldığımız yerdən. Deməli biz səhifə 58-də idik. Gigiyena bölməsinin 3-cü mövzusundakı L hərfi ilə tanış olacaq. Gəlin ilk tapşırığımızı yerinə yetirək. L hərfi və səsi ilə tanış ol. Hər şəkildə nə təsvir olduğunu söylə. Bu sözün hansı səslə başlandığına diqqət et. L hərfini isə rənglə. Birinci şəkildəki lampa, leylək, ləyən, limon, sonra lələk və lalədir, laləgülüdür. Gəlin, bunlar hər biri L hərfi ilə başlayır. Gəlin, L hərfini isə rəngləyək. İstədiyimiz rəngdə. Məsələn, rəngləyə bilərik bu rəngdə. Əslində, istədiyiniz rəngdə rəngləyə bilərsiniz. Mənim bu rəng xoşuma gəldiyi üçün bu rəng seçdim. Siz cürbəcür və yaxud da ki, elə limon rəngində və yaxud da ki, lalə gülü rəngində də rəngləyə bilərsiniz. İstədiyiniz rəngdə rəngləyə bilərsiniz. Və bu qayda ilə sərgəli bir şəkildə rəngləyəcəksiniz. Baxın, eynən mənimki kimi. İndi isə rəngləməmizi yerinə yetirdik. Keçək. Tapşırığa deyir ki, L hərfini xətt üzrə çəkən şəkildə nə təsvir olduğunu bir-bir söyləsin. L səsi ilə başlarsa, həmin şəkil L hərfi ilə birləşdir. Gəlin, ilk öncə L hərfini üstü xəttləyək. Üstü xəttimizi elədik. İndi isə şəkillərə baxaq. Deməli, birinci şəkildəki top uyğun gəlmir T ilə başlayır. Lampa L hərfi ilə başlayır. Fil F ilə başlayır. Uyğun gəlmir. Nağara xeyir. Leylək və limon uyğun gəlir. İndi isə keçək aşağıdakı tapşırığımıza. Deməli, deyir ki, sözlərdə L, A, D, V, Ə hərfləri tam onların yerləşdiyi xanaları nümunə uyğun rənglə. Deməli, gəlin sözümüzü oxuyaq. L, A, L, lalə, N, A, L, nal. Deməli, biz burada hərfləri nümunə uyğun rəngləyəcəyik. L hərfini sarı, bir dəqiqə, bu rəngdə rəngləyirik. A hərfini səhrayı, A hərfini səhrayı rənglədik. Ə-ni yaşıl, N-ni isə başqa cür yaşıl şəkildə rəngləyəcək. O rəngdə məndə olmadığı üçün bir dəqiqə, burada N mavidir. Açıq mavi. Məndə o rəng var. Deməli, bu qayda ilə rəngləyəcəksiniz. Aşağıdakı tapşırığımızda indi isə keçək. Deyir ki, L hərfini xətt üzrə çək. Bu qədər sadə bir tapşırıq. Xətt üzrə çəkək. Deməli, çəkdik. Aşağıdakı tapşırığımızda isə keçək. Deyir ki, sözlərdəki birinci hərfləri qırmızı, ikincini isə
İkincisi isə göy karandaşla çək. Birinci heca hərfləri qırmızı. Məsələn, burada la, lə yazıb. La birinci hecadır. Ona görə qırmızıdır. La, lə. Tala sözü yazıb. Burada tala. Ta birinci heca olduğuna görə ta və a hərfləri qırmızı. İkinci heca isə la, lədir. Daha doğrusu la oldu. Deməli, belə şəkildə yerinə yetirirsiniz tapşırıqları. İndi seçəcək haqqdakı tapşırığa deyir ki, deməli, hər şəkildə təsvir olunanı bir-bir söylə. Sözünlüğü və ya nə səthi ilə başlananı yaxud bitdiyini müəyyən etəni coşulğun çərçivə ilə birləşdir. Deməli, birinci şəkildəki əldir. L ilə bitir. L ilə bitir. İkinci şəkildəki fildir. O da L ilə bitir. Don N ilə bitir. Dal N ilə başlayır. Qarmon N ilə bitir. Lampa isə L ilə başlayır. Aşağıdakı yerdə isə siz hərflərin əl yazma ilə yazdırışlığı yazacaqsınız. Sizə o hərfinin əl yazmasını göstərim. Bir dəqiqə. Bir dəqiqə sizə göstərim. Fərqli seç. Məsələn, belə edəcəksiniz. İndi isə keçək aşağıdakı səhifəyə. Bir səhifəmiz qaldı. Kiçik L hərfi ilə danışan hərfləri xətt düzəlsək. Sizə kiçik L hərfini çəkib göstərəcəyəm. Deməli, kiçik L hərfi belə olur. Bir dəqiqə hərfləri çəkək. Bu silir. Başda. Bu qədər edirsiniz. Sonra isə o bir səhifədəkinə uyğun deməli, lalə sözlərini də yazırsınız. Zəhmət üzülmüş bulcuqlardan sözlər gizlənib. Yuxarıdakı hərflərin rəcinə uyğun bulcuqda həmin hərfə yaz və gizlənmiş sözü oxu. Deməli, birinci bulcuqda olacaq at. At. İkincisində olacaq t, a, l, a, tal olacaq. Aşağıda n, a, L oldu. Sonra isə L, A, L, Ə. Lalə. Deməli, birinci sözümüz at, ikinci sözümüz tala, üçüncü sözümüz lal, altıncı sözümüz isə lalə. Deməli, əziz izləyicilər, sağ olun. Yeni tapşırıq videolarında görüşənədək.